Ark qalasının qala divarları arasından. Bu məscidin alt qatında Zərdüştlərin məbədi olub. Mən düşürəm, tamam. Bəli. Səmərqandla sağollaşıb növbəti dayanacaq. Buxaraya yola düşürəm. Qarşıda yenə məni bir neçə saatlıq qatar yolu və Özbəkistanın ən sirli, ən klassik şəhərlərindən biri gözləyir. Buxara bizi yağışla qarşıladı. Bu şəhər məndən səbir istəyir. Yavaş-yavaş gəzmək, baxmaq, dinləmək. Bura Toki Zargaron. Bir vaxtda zərgərlərin məkanı, indi isə tarixin içində addımladığım bir karvansaraydır. Azirəldə isə Toki Sarrafon yerləşir. Orada vaxtı ikən pul dəyişənlər, sarraflar işləyirlərmiş. Hər iki məkan Buxaranın ticarət ruhunu bugünə qədər yaşadır. Bu kərvansaraylar Buxaranın orta əsrlərdə Mərkəzi Asiyanın ticarət mərkəzlərindən biri olmasında mühüm rol oynayıblar. Deyirlər Buxarada qızıl küçələr yoxdur, amma qızıl saplarla tikilmiş tarix var. Bura Zardozlet Uy Muzeyi, qızıl tikmə sənətinin evidir. Bunu kesib sonra içinə işləyirsiniz. Burada gördüyünüz hər bir sənət əsəri əl işidir. Kiçik bir əl işinin ərsəyə gəlməsi minimum 3 saat vaxt tələb edir. Burada nümayiş olunan geyimlər əsasən toy və bayram mərasimləri libaslarıdır. Zərdüz ustaları xüsusi iynə və saplarla mürəkkəb tikmə texnikalarından istifadə edirlər. Bu naxışlarda istifadə olunan saplar ya qızıl suyuna çəkilmiş, ya da metal effekti xüsusi saplardır. Hər bir naxışı simmetriya ilə işlənən zərdüzlük ənənəsi bu bölgədə nəsildən nəslə ötürülən sənətdir. Şəhərin gizli əfsanələrindən biri sükutla danışan memarlıq. Bura 4 minarəli, fərqli memarlığı ilə Buxaranın simvoluna çevrilmiş Çor Minor məscididir. Minarələrində fərqli simvolların olması da onun özünə məxsus sirridir. Məscid 19-cu əsrin əvvəllərində inşa olunub. Burdan əsas ibadət yeri kimi yox, daha çox zikir və toplaşma məkanı kimi istifadə olunub. 4 minarənin hər biri müxtəlif memarlıq üslubunu təmsil edir. Bu, məscidin fərqli dini və mədəni təsirləri əks etdirdiyini göstərir. Əsrlərin tozunu üstündə daşıyan divarlar bizi zamanın dərin qatlarına aparır. Bura Buxaranın ən qədim məscidlərindən biri olan Magoki Aktori məscididir. Bir vaxtlar bu məscidin alt qatında Zərdüştlərin məbədi olub. Bir məkan, iki fərqli inanc, böyük bir tarix. 6-7-ci əsrlərdə inşa olunan məsciddə İslamdan öncə bazar və məbəd kompleksi yerləşirmiş. Hazırda isə muzey kimi fəaliyyət göstərir. Buxaranın simvolik memarlıq abidələrindən biri olan Ark qalasının qarşısındayam. Bura 1000 ildən çox Buxara hökmdarlarının iqamətgahı olub. Divarları arasında saraylar, mədrəsələr, məscidlər, hətta zindan yerləşirmiş. Ark qalası Buxaranın ən qədim və mühüm istehkamlarından biridir. Təxminən 5-ci əsrdən etibarən inşa olunmağa başladığı güman edilir. Qalada yerləşən tarix muzeyində Buxara xanlığının dövlət quruluşu, hökmdarların siqqələri və inzibati həyatı haqqında məlumatlar verilir. Ark qalası eyni zamanda şəhərin panoramik görüntüsünü izləmək üçün strateji nöqtə sayılır. 19-cu əsrdə ruslarla olan toqquşmalar nəticəsində qala ciddi ziyan görsə də, qismən bərpa olunaraq bugün muzey funksiyası daşıyır. Qaladakı təbiət muzeyində müxtəlif növ bitki və heyvan nümunələri, eləcə də bölgənin ekoloji xüsusiyyətlərini əks etdirən eksponatlar sərgilənir. Sovet dövründə Özbəkistanda pambıq strateji məhsul kimi yetişdirilirdi. O qədər vacib idi ki, bu işə bütün ölkə səfərbər olurdu. Amma bu ağbollluq bəzən çətinliklərin simvolu olurdu. Muzey ziyarətçilərə təbiətin müxtəlifliyini və onun qorunmasının vacibliyini başa düşməyə də kömək edir. Qala kompleksinin ən məşhur və əhəmiyyətli memarlıq abidələrindən biri sayılan məscid öz dövrünün memarlıq xüsusiyyətlərini əks etdirir və ibadət üçün istifadə olunur.
Daryon alp ertumga yengilmas tuproq. O't olib mangu Qush bura bax. Qush mən tərəfə dön. Tumaristlar qalbin yoritgan chiroq. Nə gözəlsən sən. Dahosining sonsiz mevasi. Mohi-Xossa Buxaranın kənarında keçmişin dəbdəbəsini yaşadan saraylardan biridir. 19-cu əsrdə tikilən bu saray Buxara əmirlərinin yay iqamətgahı və qəbul yeri olub. Mohi-Xossa xüsusi ay adını da buradakı zəriflikdən və sakitlikdən alır. Saray yalnız memarlıq baxımından deyil, həm də sosial və mədəni əhəmiyyəti ilə seçilir. Burada keçirilən rəsmi görüşlər, ziyafətlər və yay tədbirləri onu dövrünün mühüm siyasi mərkəzlərindən birinə çevirmişdi. Buxaranın ən müqəddəs ziyarətgahlarından birindəyəm. Şah-ı Nəqşibənd, yəni Bahəddin Naxşibəndi Buxariyə. O 13-cü, 14-cü əsrlərdə yaşayıb. Naxşibəndiyə Sufi təriqətinin banisi kimi İslam dinində böyük izlər buraxıb. Bura hər gün yüzlərlə insan dua etməyə gəlir. Məkanın özü o qədər sakit, o qədər mənəviyyatla doludur ki, danışmaqdan çox dinləmək istəyirsən. Burada mədrəsə, məscid və dini elm mərkəzləri də yerləşir. Sufi ənənəsinə sadiq qalaraq bu məkan həm ibadət, həm də düşüncə üçün sığınacaq rolunu oynayır. Vidalaşmaq vaxtıdır. Və budur. Özbəkistandakı sonuncu dayanacağım Buxara da məni tarix, memarlıq, mənəviyyatla yola salır. Daşkənd, Səmərqənd, Buxara. Bu səyahət mənim üçün təkcə görüntüdən ibarət olmadı. Hər addımda bir hekayə, hər daşda bir iz vardı. Bura gələndə anladım. Tarix təkcə oxunmur, həm də hiss olunur. İndi Buxaradan Daşkəndə, oradan isə Bakıya qayıdıram. Mən Aysel Azad qızı, növbəti səyahətlərdə görüşənə qədər.